Bu Rövşən Məmmədov, ASTV-nin sədri, aldığı maaşa baxın. İllik maaşı bunun 32.800 manat. İllik maaşı bunun 32.800 manat. Qanararı 43.000 manat. Baxın, maaşını demək olar ki, 2 qatı qanarar yazır özünə. Nəticədə 76.000 manat bu illik maaş alır. Öz həyat yoldaşının əmisinə, ASTV-də işləyir, özdə deyirlər pensiya yaşına çatıb getmir. 26.000 manat, yox, üzr istəyirəm, 22.000 manat əmək haqqısı deyilir, 28.000 manat qanararıdır. Bəli, Məmmədov Xəlil, həyat yoldaşının əmisi, direktor müavini. 50.000 manat sən pensiya, 66 yaşı var, 50.000 manat sən maaş alırsan. Bu qanarar maaşdan yüksəkdir. Və istər o birisi isə Maliyyə Departamentinin müdürü Vəliyev Anar, 19.000 manat maaşıdır, 26.000 manat bunun qanararıdır. 10 milyon manat, 11 milyon vəsait xərclər yazılır. Vəsait xərclər 11 milyon manat.